Salam, hər birinizi salamlayıram. Bugünkü podkastımızda Amazon FBA və Amazon Dropshipping-dən danışacağıq və bu gün bu sahələrlə bağlı ən çox səsləndirilən sualları Akif bəy cavablayacaq. Bizim şirkətimizin həm təsisçisi, həm də Amazon təlimçimizdir. Salamlayıram sizə Akif bəy. Xoş gördük Yusuf bəy. Mən də bizim izləyiciləri hər kəsi salamlayıram. Mən Akif Əhmədli, artıq 6 ilə yaxındır elektron ticarət sferasında fəaliyyət göstərirəm. Həm eBay platformasında, həmçinin Amazon platformasında satışlarla məşğulam. Həmçinin bunun tədrislərini həyata keçirirəm. Əla, çox gözəl. İstərdim birbaşa suallarımıza keçim. İstərdim birinci başlayaq Amazon FBA ilə bağlı. Gəlin izləyicilərimizə izah edək ki, Amazon FBA nədir? Aha, təbii ki. Amazon FBA ümumiyyətlə məhsulların toplu şəkildə Amazon deposuna göndərilərək satışını həyata keçirildiyi bir iş modelidir. Təbii ki, Amazonda iş modeli çoxdur, amma çox belə mən dərinə enməyəcəm, amma sadə dildə desək, biz məhsulları toplu şəkildə alırıq, daha sonra Amazon deposuna göndəririk. Satışdan sonrakı mərhələ ilə Amazon özü maraqlanır. Yəni deyək ki, məhsulların müştərinin adresinə göndərilməsidir. Bundan əlavə olaraq geri qaytarma olarsa və yaxud da müştərilərin hər hansı bir sualları olarsa, Amazon dərhal bunları həyata keçirir. Yəni bizim satışdan sonra eləsi bir şeyimiz yoxdur. Əsas bizim üstümüzə düşən məsuliyyət doğru şəkildə məhsulların seçilib Amazon deposuna göndərilməsidir. Aha, çox gözəl. Yəni ki, burada əsas məsuliyyət məhsulun seçimidir, qalan prosesi Amazon özü həll Bəli, edir. bəli, tamamilə bütün məsuliyyət bir yerdən sonra, yəni məhsulların seçimindən sonra Amazona aiddir. İkinci sualım ondan ibarətdir ki, son illərdə bir çoxları deyirlər ki, Amazon FBA əvvəlki kimi artıq gəlir gətirmir. 2026-cı ildə sizcə Amazon FBA əvvəlki kimi potensiallı bir gəlir mənbəyidir, yoxsa artıq bir o qədər də potensiallı deyil? Aha, bu sualı əslində deyərdim ki, bütün platformalar üçün aktivdir. Yəni aktual olaraq bu sual bizdən soruşulur. Həm eBay üçün, həm Amazon üçün, həm Shopify üçün. Açığı belə desək, günü-gündən bazar dəyişir. Bilirsiniz ki, bazarda məhsullar yenilənir. Düzdür, rəqabət artır, amma yenə də şanslar daha çoxdur hazırda bizdə bazarlar üçün. Xüsusilə Amazon FBA tərəfdə də məhsul çeşidliyi çox olduğu üçün belə deyim, əvvəlki qədər qazandırmır sualı tam doğru bir sual deyil. Yenə də şanslar mövcuddur. Doğru şəkildə məhsul seçildiyi təqdirdə təbii ki, siz də burdan öz qazancınızı əldə edə bilərsiniz. Sadəcə dediyim kimi, əsas məsələ məhsulun doğru şəkildə seçilməsidir. Aydındır, təşəkkürlər. Amazon FBA yeni başlayanların ən çox verdiyi suallardan biri də budur ki, biz ilk məhsulumuzu, ümumiyyətlə məhsulu necə seçməliyik ki, digər yüzlərlə satıcı arasında itib batmasın? Aha, ümumiyyətlə məhsul seçimi istənilən platforma üçün önəmli bir nüansdır. Amma Amazon FBA-də əsas fərq ondan ibarətdir ki, burada bildiyiniz kimi məhsullar toplu şəkildə alındığı üçün öncədən nisbətən daha diqqətli analiz aparılmalıdır. Məsələn, dropshippingdə necədir? Məhsul bir dənə məhsul olur, tək məhsul olur. Onu satışa qoyan zaman satılsa lap yaxşı, satılmasa heç bir problemi yoxdur. Amma burada Amazon FBA-də məhsullar toplu şəkildə öncədən alınacağı üçün məsuliyyətimiz böyükdür. Yəni öncədən müəyyən bir sərmayə yatırırıq. Bunun üçün də nisbətən daha diqqətli məhsul analizi etmək lazımdır. Xüsusilə dataya yaxşı baxmaq lazımdır. Bazar analizi, rəqib analizi yaxşı etmək lazımdır. Yəni biz dropshippingdə bir günə məhsul taparkən, amma Amazon FBA zamanı, Amazon FBA məhsul axtarışı zamanı bu günlərimizi ala bilər, həftələrimizi ala bilər. Onun üçün də diqqətli şəkildə məhsul analizi etmək lazımdır ki, bu sahədə uğurlu olaq. Yekun etibarilə biz yaddan çıxarmamalıyıq ki, məhsullar toplu şəkildə öncədən alınır. Yəni dropshippingdən fərqli olaraq məhsullara müəyyən bir sərmayə yatırılır öncədən. Aydın. Yəni sadə dildə desək, dropshippingdə müştəri aldığı halda biz artıq sifarişi göndəririk. Ona görə bir itkimiz olmur. Almasa belə heç bir məhsul öncədən pul verməmiş oluruq. Amma Amazon FBA-də biz öncədən stokladığımız üçün, öncədən məhsula pul verdiyimiz üçün məhsul əlimizdə qala bilər, diqqətli seçim eləməliyik. Bəli, bəli. Burada öncədən proqnoz veririk ki, biz məsələn bu məhsulu yaxşı satacağıq və yaxud da satmayacaq. Düzdür. Burada yanılmalar, səhvlər ola bilər, amma ən belə deyim də riski minimizə edəcək şəkildə məhsul analizi aparmaq lazımdır ki, sonradan belə deyim uğursuzluqla biz qarşılaşmayaq. Aydındır. Təşəkkürlər cavabınız üçün. Növbəti sual FBA-yə başlayanların ən çox verdiyi sualdır. Hansı ki, biz Amazon FBA-yə başlayarkən başlanğıc üçün nə qədər sərmayə ayırmalıyıq? Ortalama biz sərmayə olaraq 800 min dollar arası deyirik. Çünki burada bilirsiniz ki, məhsuldan bir dənə alınmır. Hər məhsuldan tək-tək alınmır. Toplu şəkildə alındığı üçün burada bir məhsuldan siz 200-300 dənə də ala bilərsiniz və yaxud da 5-10 dənə fərqli məhsul seçib hər məhsuldan 5-10 dənə də belə deyim ala bilərsiniz. 10 dənə, 15 dənə, 5 dənə də ala bilərsiniz. Onun üçün burada ortalama 800 min dollar arası sərmayə kifayət edir ki, bizə doğru şəkildə seçdiyimiz məhsulları belə deyim ala bilək. Həmçinin burada açığı məhsulların qiymətindən də çox şey asılıdır. İlk başlarda siz 5 dollarlıq
məhsul da seçə bilərsiniz, 50 dollarlıq məhsul da seçə bilərsiniz, 100 dollarlıq məhsul da seçə bilərsiniz. Amma yeni başladığınız nəzərə alsaq, ucuz məhsullarla, çox baha məhsullara çox da açığı daxil olmağın, girməyin adı yoxdur. Ucuz məhsullarla davam etmək daha məqsədə uyğundur ki, ən azından büdcəniz çox da belə deyim aşmasın. Müəyyən bir büdcə Aynen. şəklində davam edə bilərsiniz. Başa düşdüm sizi. Belə bir sual gəldi ağlıma, istərdim elə bunu da Aha, bəli. yerindəcə verim. Amazonda ortalama bir məhsuldan gəlir marjası nə qədər olur? Ortalama biz həm Amazon Dropshipping-də, həmçinin Amazon FBA-də də ortalama 20-30% arası marjla ilə çalışırıq. Düzdür, bu aşağı da ola bilər, yuxarı da ola bilər. Elə məhsul var ki, biz götürmüşük 50% civarında da belə deyim marj götürdüyümüz olub, 10% civarında da marj götürdüyümüz olub. Burada müəyyən bir müddətdən sonra qiymətlərdə düşüşlər və sair də yaşana bilər. Bunun üçün də marja düşə bilər, amma əksi də ola bilər təbii ki. Ortalama 20-30%, amma istisna hallarda təbii ki, ola bilər. Yəni tapdığımız məhsuldan asılıdır ki, bizim gəlir məsəl üçün bir 10 dollarlıq məhsuldursa, bunu 30 dollara sata da bilərik, amma bazar qiymətini araşdırdıqda görürük ki, daha aşağı ola bilər. Bəli, Ona bəli. Burada uyğunlaşdırmalı. tamamilə rəqiblərinin belə deyim təyin etdiyi qiymətdən çox şey asılıdır. Əsas faktor burada odur. Aydındır. Təşəkkürlər cavabınız üçün. Yeni başlayanların ən çox qorxduğu nüanslardan biri də budur ki, satıcı hesabının bağlanması. Amazon FBA edən zaman satıcı hesabı niyə və hansı hallarda bağlana bilər və bundan qorunmaq üçün nələr etməliyik? Ümumiyyətlə Amazonda satıcı hesabı açmaq əslində rahat bir prosesdir deyə bilərik. Sadəcə Amazon doğru şəkildə məlumatların təqdim edilməsi və belə deyim sənədlərin doğru şəkildə yüklənməsi lazımdır. Bundan sonra isə artıq rahat şəkildə hesabımız açılacaq. Nə zaman bağlana bilər, nə zaman bloklanma ola bilər? Saxta məhsul satdığınız təqdirdə, Amazonun belə deyim politikalarına uymayan məhsullar satdığınız təqdirdə hesabınız risk altına düşə bilər. Və bundan da yayınmaq üçün seçdiyimiz məhsullara diqqət etmək lazımdır. Aydındır? Onun üçün əsas məhsul analizində hansı kateqoriyada məhsullar seçirik, deyək ki, kəsici, deşici alətlər, silahlar və s. bu kimi məhsulları ümumiyyətlə satmaqdan yayınmaq lazımdır. Düzdür, bunları satmağa belə deyim, ümumiyyətlə Amazon icazə vermir, amma yenə də diqqət etmək lazımdır ki, məhsulları seçdiyimiz məhsullar fake məhsullar olmasın, saxta məhsullar olmasın. Həmçinin Brend məhsulları xüsusilə bəli brend məhsullar olmasın. Deyək ki, hər hansı bir brendin məhsulunu satırsınız, sonradan o sizə əqli mülkiyyət belə deyim davası aça bilər. Belə olduğu təqdirdə də hesabımız risk altına düşə bilər. Düzdür, bir dənə belə deyim əqli mülkiyyət xətasına və s. heç nə olası deyil, amma bunlar davamlı şəkildə təkrarlanarsa, təbii ki, hesabımızı bağlama ehtimalı çoxdur. Aydındır. Təşəkkürlər aydın və izahlı cavab üçün. İndi isə istəyərdim Amazon dropshipping iş modeli ilə bağlı sizə suallar verim. Hamımızın bildiyi kimi dropshipping stoksuz satış Bəli. iş modelidir. Gəlin birinci sualımız olsun ki, Amazon dropshipping nədir? Bunu izah edəyək. Dropshipping qeyd etdiyiniz kimi stoksuz satış modelidir. Bunu eBay-da da biz tətbiq edirik, Shopify-da da tətbiq edirik, həmçinin Amazonda da tətbiq edirik. Burada da məhsulları öncədən almağımıza ehtiyac yoxdur. Məhsulları sadəcə bizdə varmış kimi paylaşırıq Amazon belə deyim saytında. Deyək ki, bu Amazon Kanadada da ola bilər, Meksikada da ola bilər. Yəni bir Amazon ölkəsində satmırıq bunu. Fərqli-fərqli ölkələrdə sata bilərik. Bu dediyim kimi Kanada, Meksika, İngiltərə, buna əlavə olaraq digər bazarlarda ola bilər və məhsulları aldığımız yer əsasən tədarükçümüz Amazon.com olur. Yəni Amazon Amerikada məhsulları seçirik, alırıq, bunları paylaşırıq daha doğrusu öncədən. Ondan sonra sifariş gəldikdən sonra da bunu məhsulu müştərinin ünvanına doğru belə deyim yönləndiririk. Bu şəkildə həyata keçirilir. Təbii ki, fərqlər də var. İndi digər irəliləyən bölümlərdə bunlardan da danışacağıq. Əlbəttə, təbii ki. Biz yəni qısası belə deyək, Amazon dropshippinglə məşğul olan zaman Kanada və Meksika bazarına satış Əsas edirik. bazarımız bəli Kanada və Meksikadır, amma təbii ki, digər bazarlara da çıxışımız var. Sadəcə daha rahat olan yeni başlayanlar üçün Kanada və Meksika olduğu üçün paneldən daha rahat aktivləşdirildiyi üçün elə birbaşa Kanada və Meksikada Potensial başlayırıq. olaraq da yəqin ki, daha yaxşı satışlar Bəli, əldə bəli, edə bilərik. xüsusilə son zamanlarda Meksika bazarı daha ideal bazardır, amma təbii ki, Kanada bazarı da Amerikadan sonra bildiyimiz kimi ikinci ən böyük Amazonun marketplace-dir, bazar yeridir belə deyim. Allah, təşəkkürlər. İstəyərdim digər sualı bu formada sizə verim. Ümumiyyətlə Amazon dropshippingi eBay və Shopify-dan fərqləndirən nüanslar hansılardır? Aha, hər üç platformada qeyd etdiyimiz kimi dropshipping etmək olur. Amma mənim düşüncəmdə əsas fərq ondan ibarətdir ki, burada Amazonda prosesi daha da avtomatikləşdirə bilirsiniz siz. Necə olur? Yəni biz xüsusi bir proqramlarla işləyirik, yazılımlarla işləyirik. Yəni Amazonda bu yazılımlarla işləmək məcburiyyətindəsiz. Nə üçün? Çünki o qədər məhsulun belə deyim izlənməsi çətin məsələdir. eBay-da olduğu kimi, həmçinin Shopify-da olduğu kimi tək tük məhsul üzərindən davam etmirik. Birbaşa olaraq biz 50-100 məhsulu yükləyə başlarıq. Təbii ki, bu da artan tempdən davam edir. Və belə olduqda da
məhsul sayınız deyək ki, 1000, 2000 oldu. Bunu manual olaraq izləmək mümkünsüzdür. Hı -hı. Bunun qiymət kontrolu var, rəqabət analizi və sair var. Bunları bizim üçün proqram edir. Həmçinin məhsul analizini də bizim üçün proqram edir. Və deyək ki, siz belə bir xüsusiyyət aktiv edə bilərsiniz ki, məhsullar da sizin yerinizə özü göndərsin, amma çox zaman bunu etmir. Amma yekun etibarilə əsas fərq ondan ibarətdir ki, bu avtomatikləşdirə bilir. Yəni sizin çox da bir şey eləməyinizə ehtiyac yoxdur. Sadəcə olaraq müəyyən bir datanı verirsiniz proqrama, məhsul analiz edir, bundan sonra məhsulları yükləyir, filtrdən keçirib, daha sonra inventarınızda olduqdan sonra məhsullar bunları nəzarət eləyir. Daha sonra satış olduqdan sonra bütün prosesləri demək olar ki, həll eləyir. Yəni manual olaraq çox da bir şey eləməyinizə ehtiyac yoxdur. Əsas fərq deyərdim ki, bundan ibarətdir. Aydındır. Yəni sadə dildə desək, Amazon dropshippingdə avtomatlaşdırma daha rahatdır. Bəli, Bu buna bəli. imkan verir Daha və da rahatdır. məcburuq. Çünki eBay dropshippingdə 3 gündən bir məhsul paylaşırıqsa, burada Bəli. məsəl üçün birdən-birə 50 dənə, 100 dənə məhsulu birdən Bəli, paylaşa və bilirik. yeni başlayan zaman bu şəkildə etmək olur. Məsələn, eBay-da bir gündən bir, 2 gündən bir müddətdən sonra paylaşa bilirsinizsə, burada birbaşa olaraq satışa başlayan zaman elə məhsulları çox sayda yükləyərək rahat şəkildə davam edə bilirsiniz. Əsas fərq bunlardan ibarətdir. Aydındır. Çox sağ olun izahlı cavab üçün. Amazon dropshipping hər kəs üçün uyğun bir biznes modeldirmi, yoxsa bu sahədə çalışmaq üçün müəyyən bir düşüncə tərzi, bacarıq lazımdırmı? Əslində düşüncə tərzi bacarıq çox da lazım deyil. Yəni Amazon dropshipping uyğun olur. Çünki bu işə başladıqdan sonra özü formalaşan bir şeydir. Bu düşüncə tərzini öncədən aşlayırıq düzdür biz qarşı tərəfə. Həmçinin bu zamanla formalaşan bir şeydir. Satışa başladıqdan sonra özü avtomatik olaraq belə deyim qarşı tərəfin gözündə canlanır. Bunun üçün də daha rahat olur. Hər kəs təbii ki, bu işə başlaya bilər. Hər kəs üçün uyğun bir platformadır, daha rahat platformadır. Sadəcə olaraq burada əsas resurs bizim zamanımızdır. Nə qədər çox zaman ayırsanız, bir o qədər çox belə deyim, gəlir əldə edə bilərsiniz. Yəni zamanı olan hər kəs üçün, həmçinin müəyyən bir sərmayəsi olan bir kəs üçün də uyğun bir platformadır. Amazon uyğun bir platformadır Amazon dropshipping belə deyim. Aydındır. Əslində baxanda gündə sadəcə 2 saat, 3 saat məşğul ola biləcəyimiz, heç bir risk altında qalmadığımız, sərmayə yox, depozit tələb olunan başqa bir sahə mənə gəlir ki, yəni yoxdur demək Bəli, olar. təbii ki, Çünki az tapılar hətta bəli, tapılsa belə. tapılsa belə çox az tapılar. Eynən. Çünki heç bir riskiniz yoxdur. İstədiyiniz yerdən çalışa bilirsiniz. Gündə sadəcə 2-3 saat əlavə bir gəlir mənbəyi kimi də eləyə bilərsiniz. Əlbəttə. Və sadəcə notebook və internet kifayət edir ki, bu işlə məşğul Bəli, müəyyən olasınız. bir zaman ayırdığınız təqdirdə kifayət qədər yaxşı gəlirlər əldə edə bilərsiniz. İnsanların ən çox maraqlandığı suallardan biri də odur ki, Amazon dropshippingdə ilk ayda nə qədər gəlir qazana bilirik? Aha, ümumiyyətlə həm onlayn biznesdə, həmçinin real biznesdən söhbət gedir. Siz ilk aylarda bu bir biznesdir. Kifayət qədər kifayət qədər çox gəlir əldə edə bilmərsiniz. Çünki burada sizin öyrənmə mərhələnizdə əsas bir neçə ay, 1-2 ay deyək ki, sizin öyrənmə mərhələnizdir. Düzdür, biz Amazon dropshippingdə 2-ci, 3-cü həftədən tələbələri satışa çatdırırıq, ilk satışları gəlir, amma bunun artıq bir qazanca çevrilməsi zaman alan bir şeydir. Ortalama artıq 2-ci, 3-cü aydan yavaş-yavaş gəlirlər artmağa doğru davam edir, amma ilk başlarda səbirli olmaq lazımdır. Çünki burada bizim satışımızı təyin edən əsas amil məhsullarımızın sayıdır. Nə qədər çox məhsul olarsa, bu bir düz mütənasibdir. Həmin qədər də satışımız artar. Onun üçün də ilk başlarda da məhsul sayımız az olduğu üçün, bu zamanla artdığı üçün, bu da dediyim kimi düz mütənasibdir. Dolayısı yolla artacaq bir şeydir. Onun üçün də ilk aylardan deməyək, ikinci, üçüncü aydan artıq yavaş-yavaş bu gəlirə doğru çevrilə bilir. Aydındır. Yəni sadə dildə desək, biz bu işə başlayanda bir biznes yanaşması göstərməliyik. İlk aydan Təbii ki. ümumiyyətlə bir çox biznesdə möhtəşəm gəlirlər olmur. Biz fokuslanmalıyıq bu biznesin böyüməsinə, təcrübəmizin artmasına və yəni biraz uzun vadədə düşünməliyik. 5-6-cı ayımızda artıq böyük gəlirlərə çıxa bilərik. Sadəcə bu 5-6 ay müddətində biz artıq həm təcrübəmizi, həm də öz mağazamızın üzərində də işləməliyik ki, bunu artıraq və həmin o arzu olunan məbləğlərə çıxa bilək. Bəli, bəli. Çünki bu gün başladım, sabah qazanc əldə elədim. Bu açıq deyək absurddur. Çünki Bəli. işdə yenisiniz, sıfırsız, məlumatınız yoxdur. Nə qədər sizə dəstək göstərirsə də, təcrübəli bir yanınızda olsa da, sizin özünüzün təcrübəli olması, yəni sizin özünüzün təcrübəsi başqadır. Onun üçün də öncədən bu düşüncə tərzində olmaq lazımdır. Aydın. Təşəkkürlər. Kənardan çox sadə görünə bilər, amma əslində bu sahədə də müəyyən bir risklər var və yeni başlayanlar nələrə ehtiyat etməlidir və bu risklər nələrdir? Ümumiyyətlə Amazon dropshipping dedikdə bir çox insanlar skeptik baxırlar məsələyə. Amazonda davamlılığı yoxdur, dropshippingdə xüsusilə hesablar suspend olunur.
Amazon icazə vermir dropshippinqə, yox. Əslində Amazonun göstərdiyi şəkildə davam eləsəz, legaldır Amazonda dropshipping. Sadəcə olaraq qeyd edilən şəkildə politikalara uymaq lazımdır. Göstərilən belə deyim şəkildə məhsulları doğru şəkildə yükləmək lazımdır. Amazonun qadağan etdiyi məhsulları yükləməmək lazımdır. Bunları etdiyiniz təqdirdə daha doğrusu, yəni diqqətli olduğunuz təqdirdə çox da bir riskiniz yoxdur. Ən pis halda deyək ki, risk nə ola bilər? Hesabın bağlanması ola bilər hər hansı bir səbəbdən, diqqət edilməyən bir səbəbdən. Və belə də olduqda yatırdığınız pul deyək ki, müəyyən bir məbləğ içəridə pul qalıb, o pul Amazon daxilində qalmır. Yəni siz saxta və sair fake məhsul satmadığınız təqdirdə Amazon o pulunuzu belə deyim də özündə götürmür. Müəyyən bir müddət keçdikdən sonra normal şəkildə hesabımız deyək ki, bağlandı, bərpa oluna bilmədi. Müəyyən bir müddətdən sonra 2 ay sonra, 3 ay sonra pulunuzu da geri ala bilirsiniz. Ən pis halda belə deyim, sizin itirdiyiniz sadəcə hesabınız ola bilər. Yenə də sərmayəniz, qoyduğunuz pul sizə geri qayıdır. Aydın, təşəkkürlər cavab üçün. Bir çoxlarının ən çox soruşduğu suala gəlirəm. Ümumiyyətlə, Amazon dropshippingə başlayarkən başlanğıc sərmayə nə qədərdir? Əslində Amazon dropshippingdə sərmayə deyə bir şey yoxdur, depozit var. Bəli. Sərmayə bizim itirəcəyimiz bir məbləğdir. Depozit isə bizim öz məbləğimizdir. Yəni sərmayə itirəcəyimiz demək də itirə biləcəyimiz bir məbləğdir. Belə bir risk var. Ancaq depozit bizim öz pulumuzdur və bunu itirmə şansımız yoxdur. Amazon dropshippingdə depozit nə qədər qoyulur və bu nələrə xərclənir? Ortalama olaraq 500-600 dollar civarında bir depozit bizim üçün kifayət edir. Çünki burada hesab açılışı zamanı müəyyən bir xərclərimiz olur. Həmçinin proqramlara müəyyən bir xərcimiz çıxır. Bundan əlavə olaraq sizə gələn sifarişlər göndərmək üçün həmçinin ara depoya belə deyim xərcləməsi olan pullar lazımdır. Yəni ortalama bir 500-600 dollar kifayət edir. Çünki deyək ki, müştəri məhsulu aldı, müştərinin ödədiyi pul dərhal sizin bank hesabınıza köçmür. Amazon sizə bunu göndərmir. Çünki mağaza yenidir, yeni satışsız, Amazon sizə güvənməlidir. Onun üçün bir müddət sonra məhsul əsasən çatdıqdan bir ortalama 10 gün sonra, 15 gün sonra, bir həftə sonra pulu sizin bank hesabınıza göndərirlər. Və bu müddətdə də təbii ki, sizin müəyyən bir sərmayəniz, deyək ki, depozitiniz olmalıdır ki, bu sifarişləri qarşılaya biləsiniz. Ortalama dediyim kimi 500-600 dollar bizim üçün kifayət edir. Və bu 1 ay müddətində lazımdır. Ortalama bəli 1 ay deməyək də yeni başladığınız müddətdə, yəni ilk Yeni bir neçə ay başladığınız bəli kifayət edir. Bir müddətdən sonra onsuz da yatırdığınız pullar geri qayıtdığı üçün sizə həmin bank hesabından istifadə edib yenidən həmin belə deyim gələn pulu yeni sifarişlərə xərcləyə bilirsiniz. Yəni hesabımızda müəyyən bir depozit Bəli, saxlamalıyıq. mütləq. Payoneer hesabımıza gəlir və ondan sonra gələn sifarişlərdə həmin ödənişlərdən dediyim kimi göndərmək olur. Aydındır. Belə bir maraqlı sual vermək istəyərdim. Bu qədər fərqli onlayn biznes iş modeli varkən, nəyə görə biz Amazon dropshippingi seçməliyik? Aha, burada təbii ki, Amazon dropshippingdə əsas üstünlüklərindən danışdıq biz. Yenə də burada əsas önəmli faktor bizim üçün Amazon dropshippingin avtomatikləşdirilməsidir. Yəni burada digər platformalarda da təbii ki bu var, amma burada daha yaxşı olduğu üçün, daha rahat olduğu üçün yeni başlayanlara tam uyğun bir platformadır. Müəyyən bir sərmayə də varsa, danışdığımız sərmayə, depozit varsa, kifayətdir ki, insanlar bu işə başlasınlar. Əlavə olaraq onu da bildirim ki, burada baha məhsullar nisbətən satıldığı üçün sizin məhsulların qarşılığında götürdüyünüz belə deyim də rəqəmlər, deyək ki, profitlər daha çox olur, daha yuxarı olur. Yəni deyək ki, siz 30-40 dollar belə bir məhsuldan götürə bilirsiniz. Təbii ki, bu aşağı da ola bilər, yuxarı da ola bilər, amma ilk başlardan artıq böyük məbləğlərlə yeni başlayanlara belə yeni başlayanları nəzərə alsaq, onlar üçün böyük məbləğlər qazanıla bilər. Onun üçün də Amazon dropshipping təbii ki, digər marketplace-lər də uyğundur yeni başlayanlar üçün. Sadəcə olaraq müəyyən bir sərmayəsi olan üçün daha belə deyim, qısa zamanda satışlara başlamaq üçün Amazon dropshipping daha uyğun platformadır. Yəni ki, bir növ cibinizdə 500-600 dollar varsa, bunu hara yatırıb əlavə gəlir qazana bilərəm deyə düşünürsünüzsə və risk altına girmək istəmirsinizsə, Amazon dropshipping sizin üçün ən uyğun platformalardan Bəli, biridir. təbii ki, buna ayıracağınız zaman da varsa, kifayətdir ki, siz Amazon dropshippingə başlayıb özünüz öz qazancınızı əldə edə biləsiniz. Əla, çox gözəl. Son olaraq belə bir sual vermək istəyirəm ki, Amazon dropshippingin gələcəyi necə görünür? Yəni bu iş modeli doyum nöqtəsinə çatıb, yoxsa hələ də potensial varmı? Ümumiyyətlə doyum nöqtəsinə çatmaq üçün bazarda artıq yeni məhsulların çıxmaması, rəqabətin də kifayət qədər çox olması lazımdır. Müasir dövrdə ümumiyyətlə süni intellektin inkişafı ilə bazara yeni məhsulların, daxil olan yeni məhsulların sayı həddən artıq çox belə deyim də artır, say olaraq artır və bu da təbii ki bazarda doyum nöqtəsinə çatmağı bizdən biraz daha da uzaqlaşdırır. Biz hələ də Amazona daxil olub FBA-də fərqi yoxdur, dropshippingdə yenə də kifayət qədər qazanc əldə edə bilərik. Çünki
Burada məhsul tərəfdən düşünürəm ki, bir problemimiz yoxdur. Bu istənilən platformada belədir. Xüsusilə elektron ticarət doyum nöqtəsinə çatıb, dropshipping doyum nöqtəsinə çatıb doğru fikirlər deyil. Yəni işin içində biri olaraq deyirəm ki, Amazon olsun, eBay olsun, Shopify olsun, hələ də bizə çox böyük bir şanslar verirlər. Xüsusilə onlayndan, rəqəmsaldan necə qazanc əldə edə bilərəm, necə satış əldə edə bilərəm, necə xaricə satış edərək qazanc əldə edə bilərəm düşünənlər varsa, Amazon olsun, eBay olsun, Shopify olsun, kifayət qədər böyük bir şans verir sizə. Sadəcə bunu doğru şəkildə, doğru bu işi bilənlərlə bir yerdə dəyərləndirmək lazımdır. Bəli, tamamilə razıyam və bu sual mənə çox gəlir ki, dropshipping artıq belə deyim də, loğru dildə desək ölüb, dropshippingdə gəliri yoxdur. Ancaq belə bir şey deyim ki, ticarət artıq min illərdir ki, bizim həyatımızdadır. Hər zaman da ən çox gəlir gətirən sahələrdən biri olaraq qalıb, qalacaq. Çünki insanlıq var olduğu dövrdə hər zaman tələbat olacaq. Tələbatlarımız bitməyəcək və bu tələbatı da təbii ki, ticari yollarla biz qarşılayırıq və həmçinin belə bir şey var ki, artıq rəqəmsal bir dövrdə yaşadığımız üçün bütün bu tələbatı rəqəmsal şəkildə qarşılamaq mümkündür. Yəni ticarətdən söhbət gedirsə təbii ki, biz artıq küçədə mağaza açmaq olsun, obyekt açmaq olsun, bəli, belə şeylər var, amma artıq ön planda olan tərəf elektron ticarətdir, digital platformalardır, hansı ki biz artıq eBay-dən Amazondan, hətta Trendyol, Temu hər kəsin bildiyi platformalardır. Demək olar ki, hər 5 nəfərdən ikisi, üçü artıq oradan sifarişlər verməyə başlayır və bu artıq çox geniş yayılıb. Ona görə artıq biz əgər ticarətlə məşğul olmağı düşünürüksə və hətta ticarət biznesimiz belə varsa, elektron ticarətə keçid edib daha da gəlirimizi artıra bilərik, daha da səmərəli şəkildə qazanc əldə edə bilərik. Bəli, xüsusilə Amerika kimi ölkələrdə bu artıq bir mədəniyyətdir. Fiziki ticarətdən, yəni fiziki alış-verişdən onlayna yönəlir hər kəs. Xüsusilə karantin dövründən sonra karantin bu vərdişi insanlarda yaratdı və bundan sonra da artıq hər kəs onlayna rəqəmsala yönəlir və bizdə dediyim kimi ən böyük şans onsuz da budur. Ən böyük şansı bizə alıcılar verir, məhsul çeşidliyi verir. Biz də bu şansdan düşünürəm ki, maksimum dərəcədə yararlanmalıyıq. Tamamilə razılaşıram sizinlə. Təşəkkür edirəm bu gün bütün suallarımızı cavablandırdığınız üçün. Videomuzun sonuna gəldik. Əgər videonu bəyəndinizsə, bəyənib abunə olmağı unutmayın və əlavə suallarınız da varsa şərh bölməsində yazmağı unutmayın. Sağ olun, görüşənədək.